Baku Aktual efirdədir, xoş gördük sizi. Dünən Azərbaycanda böyük bir tədbir keçirildi. Əslində sıra gün Xankəndi şəhərində keçirildi, Qarabağ Universitetində. Dünən ADA Universitetində artıq ölkə başçısının iştirakı ilə Azərbaycanda keçirilən artıq sayca bir neçənci tədbirdir bu. Yeni dünya nizamına həsr olunmuş, sırf siyasi fikir adamlarının müzakirə obyektidir, müzakirə olduğu yerdir və orada gələcəyin, ümumiyyətlə Azərbaycan da daxil olmaqla bir çox ölkələrin yeni dünya nizamında hansı yer tutacağı müzakirə olunurdu. Əslində, həm siyasi baxımdan, həm də regional baxımdan çox mühüm tədbir olduğu üçün düşündük ki, dünən söylənənlər ən çox da ölkə başçısının suallara cavabı və ümumiyyətlə orada baş verən proseslər dediklərindən nələr əğz olundu, bax onları müzakirə edək. Rizvan Nəbiyev, Milli Məclisin deputatı, Azay Quliyev, Milli Məclisin deputatı, Sahib Aliyev, Milli Məclisin deputatı, Rasim Musabev, Milli Məclisin deputatı. Xoş gördük sizin hamınızı. Mən üçün maraqlı olan, yəqin ki, elə birinci və vacib olan məsələ əslində bizim üçün yeni deyildi, amma bir çox şeylərdə də yeni məqamlar var idi. Avropadan gələn gizli pullar, hətta bəziləri iş gizli də deyildi, açıq idi, qeyri-hökumət təşkilatları və s. xətti ilə gələnlər. Sonradan Azərbaycan dövlətinin bu məsələni nəzarətə götürəndən sonra gizli xəttlərlə gəlməsi və Azərbaycanda siyasi ixtişaşlar yaratmaq. Hətta prezident açıq dedi ki, bir kuklanı gətirib ölkə başçısı qoyub, yəni prezident edib Azərbaycanı istədiyi kimi idarə etmək. Azay müəllim, siz bu proseslərin tam içindəydiniz. O dövrü də çox gözəl bilirsiniz. Ondan sonraki dövrdə birbaşa elə sizin iştirakınızla bütün bu məsələlərin həm təmizlənməsi, həm formalaşması, həm ümumiyyətlə prosesin getməsini çox yaxından bildiyiniz üçün mən istəyirəm birinci sizdən başlayaq. Əslində kimlər idi və nələr eləmək istəyirdilər Azərbaycanda? Çox sağ olun Elçin müəllim. Dəvətə görə təşəkkür edirəm. Əvvəla bu forum haqqında bir neçə kəlmə istəyirsə icazənizlə mən deyim. Çünki forum elə bir ərəfədə keçirilirdi ki, biz mütləq həm Azərbaycanda, həm regionda, həm dünyada baş verən hadisələrə bir növ nəzər salmalıyıq və hansı şəraitdə forumun keçirilməsi, orada qaldırılan məsələlər, yeni dünya düzənində Azərbaycanın, regionu, dünyanı gözləyən çağırışlardan ibarətdir. Bunlar çox önəmlidir. Əvvəla onu demək lazımdır ki, biz hal-hazırda sözün əsl mənasında qlobal dəyişikliklərin baş verdiyi bir dönəmdə yaşayırıq. Artıq təəssüflər olsun ki, İkinci Dünya müharibəsindən sonra təsis olunmuş beynəlxalq təhlükəsizlik arxitekturası, çox tərəfli prinsipi demək olar ki, artıq öz dövrünü başa vurubdur. Beynəlxalq hüquq norması və beynəlxalq hüquqla bağlı olan prinsiplər, hətta beynəlxalq humanitar qanunların bir çox müddəalar artıq demək olar ki, işləmir. Və xüsusilə ABŞ-ın prezidenti Donald Trump'ın yenidən hakimiyyətə gəlişindən sonra bilirsiniz ki, artıq bir neçə mühüm qərarlar qəbul etdi. Həm Paris iqlim sazişinin Amerikanın çıxması, həm BMT-nin bir neçə strukturlarında iştirakını dayandırılması, Dünya Səhiyyə Təşkilatının artıq fəaliyyətinə son qoyulması ABŞ-ın bir daha onu göstərir ki, artıq çox tərəflilik doğrudan da çox ciddi şəkildə zədələnibdir. Və eyni zamanda artıq ABŞ-ın bugün Kanadanı, nə bilim, Qrinlandiyanı özünün ərazisində birləşdirilməsi və eyni zamanda Panama ilə bağlı baş verən hadisələr və hələ mən deyəm, Rusiya-Ukrayna savaşı və Rusiyanın açıq şəkildə beynəlxalq hüququ tapdalaması və Ukraynanın ərazisini işğal etməsi faktı artıq bu sistemin işləmədiyini göstərir. Və xüsusi nəzərə alsaq ki, bütün dünyada həm də aşırı sağçıların artıq güclənməsi, millətçilik meyillərinin artması və bütün bu çağırışlar, mən iqlim dəyişikliklərini başqa-başqa dəyişikliklər demirəm, bugün başlanan o ticarət müharibəsi, tariflər falanlar nə qədər dünya siyasətinin, qlobal düzənin çox ciddi turbulansla üz-üzə qaldığını, çox ciddi dəyişikliklər və hətta xaotik proseslərə belə qədər apara biləcək təhlükənin üz-üzə qaldığımızı bir daha göstərir. Belə bir şəraitdə Cənab Prezidentin təşəbbüsü ilə belə bir forumun keçirilməsi, müxtəlif dünyanın aparıcı ölkəli ekspertlərinin, fikir adamlarının Azərbaycana toplaşması və Xankəndindən başlanılan o forumun sonradan Bakıda dövlət başçısının iştirakının birbaşa açıq, səmimi olaraq, heç bir, necə deyərlər, o məqamları gizlətmədən mesajların verilməsi
bir neçə amildən qaynaqlanır. Çox sərt deyildi dünən. Bəli, çox dəqiq, açıq, net mesajlar. Amma sərt də, mən biraz sərt hesab elədim. Valla indi siz daha yaxşı bilərsiniz, amma bir sərtlik də var idi. Birmənalı şəkildə. Yəni bu 2-3 amillə var. Bir, Azərbaycan dövlətinin, cənab prezidentin özgüvənliyi göstərir ki, Azərbaycan dövləti, cənab prezident rəhbərlik etdiyi, lider etdiyi ölkə bu çağırışları görür, bilir, təhlil edir və bunda hazırdır. İkinci, bugün dünya çapında dünya liderlərinin qıtlığı yaşanır. Ağıllı, təmkinli, dünya görüşü olan, bütün bu proseslərə liderlik, öncülük edən liderlər çox azdır. Bugün mən sizə səmimi deyirəm, bugün cənab prezident dünya çapında qəbul olunan, sözündə ehtimal göstərən çox az, nadir liderlərdən biridir. Məsələn, qonşu Türkiyə, qardaş Türkiyə Cumhuriyyətinin deməli, rəhbər prezidenti, məsələn, Ərdoğan da bu kateqoriyadan olan prezidentlər və dövlət başçıları sırasındadır. Amma Avropada belə bir lider yoxdur. Bunu səmimidir. Ona görə də bugün bir Orbanı bəli, saya bilərik. O indi Orban'da müəyyən məsələlərdə təbii ki, qətiyyəti var, özünün milli maraqlarını var, özünün yəni deyək o bəli, vizyonu var. Amma yenə də mən sizə səmimi deyim. Orban'ın Macarıstanın əldə etdiyi imkanlarla Azərbaycan əldə etdiyi imkanlar eyni deyil. Macarıstanın coğrafi durumu ilə Azərbaycanın coğrafi durumu eyni deyil. Macarıstanın deməli üzləşdiyi çağırışlarla, problemlərlə Azərbaycanın problemi eyni deyil. Azərbaycan kimi heç bir ölkə 30 ildə işğal altında qalmırdı. Azərbaycan kimi ölkə işğalı öz gücü ilə, öz səyi ilə, özünün dəmir yumruğu ilə aradan qaldırmayıbdır. Üstəlik də biz Avropanın mərkəzində rahat yerdə deyilik. Çox bir unikal bir. İki qonşunun tamamilə Rusiya, İran faktor, dünya ölkələrinin burada təməkküzləşən göstərisi maraqlar. Yəni mən bundan niyə deyirəm? Bunları bu girişi ona görə verirəm ki, bu məsələ təkcə bu cənab prezident dünən dediyi, qeyd etdiyi o qeyri-hökumət təşkilatları vasitəsilə yüngül yaxud da yumşaq güc vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və Azərbaycanda istədikləri siyasət həyata keçirmək istəyən qüvvələrin təkcə planları puç olmadı. Ya bu kontekst, bu böyük kontekst. Burada geosiyasi maraqlar var idi. Burada geosiyasi mübarizənin bir deyək toqquşduğu məqam vardı. Ona görə də bəli, çox doğru olaraq qeyd olundu ki, cənab prezident bunu dəfələrlə deyib ki, bəli, bizim də ölkəmizdə məhz qeyri-hökumət təşkilatları vasitəsilə. Orada qeyd etdi ki, siz məsələn siyasətə müdaxilə, seçkilərə müdaxilə indi belə də kiber hücumlar nəticəsində olur, yaxud da onlara müəyyən bir bugünkü bu süni intellekt imkanlarını istifadə edərək müdaxilə etmək olur. Amma Azərbaycanda bu artıq qaba formada da baş verirdi. Ona görə də bəli, həmin illərdə, necə də qeyd etdiniz, cənab prezidentin bilavasitə siyasi iradəsi nəticəsində Azərbaycan dövləti, Azərbaycan parlamenti bəs bu müdaxilələrin qarşısını almaq üçün çox ciddi önəmli addımlar atdı. Baxın, 3 əsas məqam o vaxt vurğulanırdı. İndi də bunu bizim dediyimiz məqamları yer gəlmişdə Donald Trump da təkrar edir. Bir, biz deyirdik ki, USAID-ni maliyyələşdirdiyi, ümumiyyətlə ABC-nin Avropa fondları maliyyələşdirdiyi proqramlar şəffaf deyil. Korrupsiya elementi burada çoxdur. Bunu Trump hakimiyyətindən sonra dedi. Biz deyirdik ki, bu cür layihələr, gizli layihələr Azərbaycan milli təhlükəsizliyinə təhdiddir. Bəli. Eyni şey Amerika Birləşmiş Ştatları dedi. Biz deyirdik ki, burada ümumiyyətlə təkrarçılıq var, qeyri-səmərəli istifadə var. Bu 3 amili əsas götürərək həmin dövrdə bütün qanunvericilikdə olan boşluqlar bir-bir aradan qaldırıldı və məsələ səmimi deyirəm. Bir çox o fondların iddia etdiyi kimi heç də biz onlara qarşı bir sərhəd yürüyüşünə keçmədik. Əksinə, biz onların gizli planlarını ifşa etdik. Biz onların o qanunvericilik boşluqda istifadə edərək, Azərbaycan daxilinə müdaxilə edərək, milyonlarla vəsaiti çirkli yolla mənimsəyərək və Azərbaycanda gənclərin beynini zəhərləyərək dövlətə qarşı qaldırma cəhdlərinin qarşısını aldıq. Bir misal deyəcəm sizə. Buyurun. 2013-cü ildə bəlkə mənim hörmətli həmkarlarım, üzr istəyirəm, bəlkə mən biraz çox vaxt aldım, amma bunu deyib yekunlaşacağam. Həmkarlarım bəlkə xatırlayarlar. 2013-cü ildə cənab prezident qeyd etdi. Milli Demokratiya İnstitutunun, ABŞ Milli Demokratiya İnstitutunun vasitəsilə 1 milyondan çox vəsait gənclərə paylandı və gənclər yanvar ayında çıxarıldı fəvvarələr meydanına. Bəli. Bu məsələlər bizim hüquq mühafizə orqanları tərəfindən müəyyən olunmuş məsələlər idi. Nə idi əsas məsələ? Azərbaycana qarşı prezident seçkiləri yaxınlaşdı 2013-cü ildə, bilirsiniz. Yanvar ayında bu prosesə başlamışdılar. Ondan sonra bilirsiniz, digər bölgələrdə ona baş verən hadisələr və s. Yəni və kimlər çıxdı oradan? Tamamilə bundan Bakıda oturduğu yerdə məlum oldu oradaymış. Hazırlanmış, xüsusi təlim keçmiş adamlar idi. Bunlar təkcə Azərbaycan təlim keçmirdilər. Bunlar məsələn açıq hökumət adı altında
açıq akademiya adı altında müxtəlif ölkələrdə təlim keçib gəlirlər. Ona görə də biz bunları etdik. İndi baxın, Gürcüstan bunu etmək istədi. Çox gözəl nümunə göstərdiniz. 2 il bundan qabaq Gürcüstanın başına nə oynaşdılar? Hələ də gedir. Hələ də bu gedir. Gürcüstanı ümumiyyətlə siyahıdan sildilər. Gürcüstanın baş nazirinin Biden hakimiyyət dövründə sentyabrda BMT səviyyəsində düzənlənən o dövlət başçılarının verilən o ziyafətdə məhrum etdilər. Təhqir etdilər Gürcüstanı. İndi də təhqir edirlər. Bugün də davam edir. Gürcüstanı bütün dünyadan məhrum etdilər. Onu izolyasiyaya saldılar. Amma bilirsiniz, yaxşı ki Gürcüstan, cənab prezident qeyd etdi, Gürcüstan dövləti və xalqı bu cür təhdidləri dözə bildi. Baxın, Gürcüstan dünən cənab prezident necə müdafiə etdi. Avropa Şurası verdiyi qərarlar nə qədər yanlış olduğunu qeyd etdi. Və deməyim odur ki, biz bunu yaxşı vaxtında etdik və düşündün ki, əgər bunlar olunmasaydı vətən müharibəsində biz təsəvvür edin, biz ön cəbhədə vuruşan zaman daxildəki olan o 5-ci kolon, o həmin o marginallaşmış qrupla birləşərək Azərbaycanın daxildə hansı töküntüləri elədi də həmin günləri gördük. Hansı şeylər törədə bilərdilər, o təxribatlar törədə bilər. Ona görə də bu bir daha göstərdi ki, Azərbaycan dövləti, cənab prezident nə qədər uzaq görən qərarda qəbul etdik. Təkcə daxili siyasətdən yox, beynəlxalq siyasətdə də gördüyü işdə atdığı addımlar bir də onu göstərir ki, Azərbaycan dövlətinin bugün güclü olmasında, monolitik olmasında, xalq, hakimiyyət arasında bu birliyin tamamilə sementləşməsində dövlətimizin cənab prezident apardığı siyasət, xalqın dövlətə, prezidentə olan inamı və nəticədə bugünkü əldə etdiyimiz. Sözün doğrusu, həqiqətən də o dövrdə görülən işlərin, bəlkə də o dövrdə biz anlamırdıq nə baş verir. O prosesi anlamırdıq. Amma 44 günlük müharibənin ilk günlərindən o prosesləri hamı gördü və ondan sonraki, hətta o Qarabağda öz xoşu ilə köçüb gedən ermənilərə ağlaşma quranları görəndən sonra, o media adı altında fəaliyyət göstərənin fəaliyyətini görəndən sonra biz necə bir təhlükədən qorunduğumuzun şahid olduq. Amma Gürcüstan bizim üçün əyani bir nümunə oldu ki, bizi Tiflisdə baş verən, nəinki Tiflisdə, Gürcüstan hər yerində baş verən faciələr gözləyə bilərdi. Bəlkə də daha şiddətli. Və biz ən az ondan xilas olduq. Çünki beyinlərin yuyulması qədər təhlükəli heç nə yoxdur. Əzəməm, çox maraqlı bir arayış verdiniz. Həm də dövrün şahidi kimi danışdınız, proseslərin içində olan adam kimi. Əgər icazə verirsə, Rasim müəllimdən də bir məsələni xüsusən soruşum. Azərbaycan prezidenti dünən belə bir ifadə işlətdi ki, yenə də bir kuklanı gətirib prezident kimi oturdub və Azərbaycanı istədiyi kimi idarə eləmək istəyirdilər. Nəyi nəzərdə tuturdu və həqiqətənmi Azərbaycanda elə rahat idi nəyi hiss eləmək, nəyə güvənirdilər onlar? Rahat deyildi. Heç yaxın dura bilmədilər. Bəli. Azərbaycan öz dövlət kimi qüdrətin nümayiş elədi və indi baxın, konkret olaraq axı ayrı bir hadisəndə cənab prezident danışdı ki, bura Almaniyanın prezidenti gəlməyi ərəfəsində orada bir qələt eləmişdilər, bir şəkil onun səhifəsində etmədilər. Məcbur oldular açıq şəkildə üzrxahlıq eləməyə. İndi bu məsələdə heç onlar demək olar ki, istədiklərinə nail olmadılar. Azərbaycan gəlib kimisə oturda bilər. Cəhdlər var idi, istəklər var idi. Baxın. İndi vaxtilə 10-cı inqilabdan sonra, Maydandan sonra Victoria Nuland Dövlət Departamentinin birinci müavini gəlmişdi Kiyevə və oturub səfirlikdə hökumət təşkil edirdi. Kim baş nazir olacaq, kim parlamentdə sədrlik edəcək, bu axı müstəqillikdən onda nə qaldı ki? Heç nə. Bunlar Gürcüstanda da bunu etmək istəyində idilər ki, Gürcüstanda da Gürcüstanın səfiri, ora siyasi qüvvələrin rəhbərləri gəlsin. Bunlar da düşünürlər ki, kim indi koalisiya necə qurulmalıdır, hökumət başçısı kim olmalıdır, siyasət necə olmalıdır? O müstəqillikdən nə qaldı? Gözümüzün qabağında Moldova var. Bəli. İndi heç nə demək istəmirəm, ancaq orada aparılan seçkilərin nəticələri, daxildə verilən səslər heç də Sandığın xeyrinə olmamışdı. Xaricdə necə keçmişdi o seçkilər, onlar necə sayılmışdı, müşahidə olub, olmayıb, o xaricdən gələn, yəni qərb ölkələrindən gələn səslərin nəticəsində prezident kimi də qaldı. İndi isə baxın, parlament seçkilərini keçirmək üçün, baxmayaraq ki, Moldova 30 ildən çoxdur ki, müstəqildir, Avropa Birliyindən maliyyə yardımı istəyir.
Onda bu müstəqillikdən nə qaldı ki, heç seçkini də keçirmək üçün, yəni dövlət məcburdur xarici fondlardan hansısa bir yardım istəmək. İndi oradan gələn pullarla seçki keçiriləcəksə, o müəyyən mənada o seçkilərin nəticələrini də şübhə altına almaq düşünürəm ki, mümkündür. Azərbaycan bütün bu məsələlərin qarşısını aldı. Heç bir, nəinki səfir, səfirdən də böyük, indi nazirlərin də gəlib Azərbaycanda demək ki, bu belə olmalıdır, bu belə olmamalıdır. Heç kəsin bu Azərbaycanın daxili həyatında necə qorulmalıdır, konstitusiyamızdan kənar kiminsə gəlib tövsiyə vermək, nəinki eləmək. Heç ağzını açıb bunu demək hüquqları da daha yoxdur. Və düşünürəm ki, bu eyni zamanda Azərbaycanın dövlət kimi oturulmasının bir təzahürüdür. Rasim müəllim, əslində o günləri hamımız xatırlayırıq. Elə məsələn 2005-ci ildə narıncı inqilabların təzə dəvd olanda da Azərbaycanda bir çox səfirliklər çox fəallaşmışdılar. Hətta nəinki fəallaşmışdılar, səfir səlahiyyəti, indi burada diplomatımız da var, o daha yaxşı bilər, amma məncə səfirin səlahiyyətində elə şeylər yoxdur. Artıq onlar da bir hökumətlər qururdular. O milli palatka sonraki dövrdə Viyana konvensiyası qadağan edir daxili işlərə qarışmağı. Amma bunlar hər şeyə qarışırdılar. Yadınızdadır da, yəni mən bunu xatırlatmaq... Mitinqin önündə gedirdi Norveçin səfiri. Yəni, amma indi heç yoxdur. Ümumiyyətlə Azərbaycanda var Norveçin indi səfiri, yoxsa yoxdur. Elə olmasa yaxşıdır. Sanıram ki, Gürcüstanda bütün bu mitinqlara bütün diplomatik normaları pozaraq, Baltika Respublikaların, Polşadan Xarici İşlər Nazirləri gəlirdi, deputatlar gəlib orada çıxış edirdilər və hökumətə qarşı. Bu, heç bir çərçivəyə sığışmır. Fərz eləyin ki, indi getmişdi ABŞ-ın vitse-prezidenti Münxen konferansda demişdi ki, orada o Almaniyada alternativi çox sıxıb boğursuz ayrı qüvvələri. Bunlar demişdir, bu nədir, bizim daxili işlərimizə qarışırsınız. Bəs bu cür kobudcasına gəlib müstəqil dövlətin daxili işlərinə özü də meydanda çıxış etmək, bu daxili siyasətə qarışmaq deyilmi? Ancaq deyirlər ki, bizim qaydamız belədir də, bizə olar, heç kəsə olmaz. Almaniyanın Xarici İşlər Nazirinin özünün bir psixoloji bir problemi var o qadının. Və o psixoloji problemini qadın hətta hamının daxili işlərinə qarışır. Amma niyə xətrinə dəyir onun daxili işlərinə qarışanda? Məncə o ümumiyyətlə şəxsi həyatı ilə siyasəti çox səhv salıbdır. Və siz elə belə demədiniz ki, Avropada bugün həqiqətən çox böyük lider böhranı var, siyasi xadim böhranı var. Yəni Almaniya kimi dövlətin hətta Xarici İşlər Naziri belə şəxsiyyət olur. Görün kimin ümidinə qalıb o dövlət. Mən istəyirəm, Sahib müəllim, sizlə bir məsələni mütləq danışaq. Çünki önəmli məsələlərdən birində prezident belə dedi təxminən. Bizim ilk vaxtlarımızda inandığımız adamlar, üzümüzə gülən adamlar bizə arxadan zərbə vurdular. Hətta orada belə bir ifadədə işlətdi ki, bizim nisbətən daha sadəlövh dövrümüzdə, yəni hələ də inandığımız dövrdə. Ondan öncə də prezident demişdi ki, bir ara inanırdım ki, beynəlxalq hüquqda bir ədalət var, dünyada ümumiyyətlə ədalət var, sonra gördüm yoxdur. Biz nələri, kimlər gülürdü və kimlər arxamıza zərbə vurmaq istəyirdi? Bilirsiniz, məsələ burasındadır ki, Azərbaycan prezidenti cənab İlham Əliyev diqqət yetirdinizsə, Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi ilə bağlı danışanda da bu inanmaq ifadəsini işlətdi. Söhbət ondan getmir ki, yəni ki, bizdə doğrudan da onlara sadəlövhcəsinə inan vardı. Yəni siyasi mədəniyyətin tələb etdiyi çərçivədə tutaq ki, əgər Fransa prezidenti söz verirsə ki, biz bəli Ermənistanla dostuq, amma Azərbaycanla da dost olacaq. Siyasi mədəniyyət tələb edir ki, qarşı tərəfə şans verəsən ki, doğrudan da bunlar bunu göstərsinlər, amma sonunda da görürük ki, bütün bunlar tamam əvvəlcədən haqlarında necə düşünürüksə eləymiş. Çünki bilirsiniz ki, Fransa prezidenti məhz həmən ölkənin həmsədrliyi təşəbbüsündən çıxış edəndə Hollender demişdi ki, bu alınmayacaq. Yəni, Jacques Chirac idi onda prezident səhvlənməmişsə. Öncədən Hollender bildirmişdi ki, belə bir şey alınmayacaq. Çünki orada güclü hay diasporu var və s. və ilaxır və sonra bəlli oldu ki, sadəcə burada diasporadan söhbət getmir. Ümumiyyətlə, indi bilirsiniz ki, Qərb politologiyasında indiki dövr həm də post-sekularizm dövrü adlandırılır. Yəni, artıq başqa adla desək, dini ayrı seçkiliyə üstünlük verilən
və din faktorundan geosiyasi proseslərin qiymətləndirdiyi bir dönəmdir və burada da biz bilirik ki, Fransa necə rol oynayır, nə cür hərəkət edir. Bilirsiniz, bütövlükdə bizim hazırda ən böyük şansımız ondadır ki, bu böyük dövlətlər, bu böyük güclər bir tərəfdən artıq açıq-aydın görünür ki, adətən kiçik dövlətlərə xas, proqnoza yatımsız o banan ölkələri deyirdi, o cür hərəkətlərə yol verirlər. Yəni, heç birinin sabah hansı hərəkət edəcəyi proqnozlaşdırmaq mümkün olmur. Digər tərəfdən isə az öncə dediyim bu ayrı seçkilik məsələsi artıq utanılmadan, çəkinilmədən artıq ortaya qoyulur. Və şansımız ondadır ki, bizim cənab İlham Əliyev kimi son dərəcə müdrik, cəsarətli, təşəbbüskar və təəssübkeş bir liderimiz var. Mənim işlətdiyim bu sözlərin hamısının arxasında fakt dayanır və ümumiyyətlə bilirsiniz, son bir neçə bu qəbildən olan çıxışlarına diqqət yetirəndə mən cənab prezidentin elə bilirəm ki, Ulu Öndər Heydər Əliyev danışır. Miqyas həmən miqyasdır, cəsarət həmən cəsarətdir, qətiyyət həmən qətiyyətdir və bir sıra hallarda da necə dəqiq, incə diplomatiya var. Siz fikir verdiniz. Məsələn, bu Ermənistandakı siyasi qüvvələrlə bağlı danışanda hansı ifadəni işlətdi? İfadəyə fikir verir. Deyir ki, oradakı siyasi qüvvələrin hamısının Azərbaycana yanaşmada, Qarabağ məsələsinə yanaşmada konsolidasiya olunmuş, razılaşdırılmış mövqeləri var. Bəli. Demir, yekdil mövqedir. Yox. Razılaşdırılmış konsolidasiya. Hərəsi biri ilə razılaşdırıb. Nəyə görə? Çünki oradakı o siyasi partiya və qruplaşmaların hamısı ya xaricdə, ya yaxındakı böyük dövlətlərə bağlıdır. Bəli. Həmən böyük dövlətlərin Azərbaycana yanaşmada mövqeləri necə konsolidasiya olunmuşdursa, yekdil deyil. Amma maraqlar üst-üstə düşür. Yəni, razılaşdırılmış mövqedir. Bax, həmən Ermənistandakı siyasi qüvvələrin ki, onun kimi. Və yaxud İsraillə bağlı, İsrail-Türkiyə qarşıdurmasından bağlı danışanda legitim narahatlıq. Legitim narahatlıq. İfadəyə fikir verin. Onu istəyərdim biraz açarsınız. Görün, necə incə bir diplomatiya var. Heç kimi incitmədən, amma eyni zamanda həqiqəti obyektivliklə ortaya qoymaq. Yəni, əgər qardaş Türkiyə bu məsələdə narahatlığını ifadə edirsə, bu narahatlıq bu Avropa Birliyindəkilərin, Qərbdəkilərin bəzi demokratiya, söz azadlığı və s. Yəni, maraqlardan çıxış edən narahatlıq deyil. Bağlı, süni şişirtmə, konkret maraqlara xidmət edən narahatlıq deyil. Bu legitim narahatlıqdır. Çünki orada doğrudan da insanlar qırılır. Orada doğrudan da bu kütləvi qətliamlar baş verir və buna son qoymaq lazımdır. Siz, yəni bu baxımdan deyirəm ki, necə dəqiq və yaxud Gürcüstanla bağlı. Bəli. Siz elə bir dövlət görmüsünüzmü? Ya Orta Asiyada, postsovet məkanda, ya bizim regionda, ya Baltik yanında, ya Slavyan ölkələri içərisində digər qonşu ölkənin maraqlarını o yırtıcılar qarşısında o cür cəsarətlə qorusun. O cür obyektivliklə, qətiyyətlə desin ki, siz bu ölkənin daxili işlərinə qarışa bilməzsiniz, əl çəkin. Təbii ki, burada artıq Azərbaycan prezidenti sadəcə Azərbaycan prezidenti kimi çıxış etmirdi, açıq deyil. Burada həm də Qafqazın lideri kimi çıxış edirdi. Və elədir də. Və elə-belə demirdi ki, cənab prezident yeni administrasiyayla, Trump administrasiyasının əməkdaşlıq məsələsində demirdi ki, Trump administrasiyası əgər bu regionda maraqlarının təmin olunmasını istəyirsə, Azərbaycanın hansı göstəricilərinə diqqət yetirməlidir? Hətta onu da dedi ki, Azərbaycana qarşı, yəni ümumiyyətlə anti-Azərbaycan trendi dayandı artıq. Bunu bir xüsusilə qeyd elədi. Yəni onunla bağlı yəqin ayrı sual olar. Deyirlər, mən ümumi yanaşmanı deyirəm ki, deyirdim ki, konkret olaraq ki, o faktlar sadalayırdım ki, cəsarətli, açıq və s. və ilə. Yəni onların arxasındakı reallıqları göstərirəm. Və eyni zamanda açıq
nə dərəcədə açıq bir çıxış idi bu Almaniya prezidentinin Azərbaycana səfəri ilə bağlı. Bilirsiniz, mən hörmətli həmkarım Rizvan müəllimlə bizim televiziyalarında birində olanda dedim ki, ümumiyyətlə bu səfərdən dərs götürülməli məqamlar vardı. Həm haylar dərs götürməli idilər ki, baxsınlar, onların maraqlarına cavab verən hansısa bir ifadə, hərəkət ola bilər. Amma ardından siyasətçilərdən getmir, açıq deməliyik. Onların miqyası deyil. Yox, gələcəkdə yəni hakimiyyətə gəlmək şansları demək olar ki, yoxdur. Söhbət gələcək siyasətçi nəslindən gedir ki, görsünlər ki, öz dövlətinin marağını böyük dövlətlərin qarşısında belə necə qorumalılar, necə müdafiə edirlər. Bəli. Özə baxmadan qabağındakı kimdir? Ona görə deyirəm ki, çox önəmli məsələdir. Hər halda Almaniyadır. 3 dərs və bu dərslər çıxarılmalı. Bu baxımdan, yəni bütün bunlara dayanaraq mən deyirdim ki, mən cənab prezidentə qulaq asdıqca bir daha vurğuluram, elə fikirləşirdim ki, Ulu Öndər danışır. Amma artıq bütün problemlərini həll etmiş Azərbaycanın Ulu Öndəri. Sahib müəllim, yadıma həmişə müqayisə eləyəndə bir kadr düşür. Əslində o kadr bizim üçün çox kədərli bir kadrdır. Ümummilli liderimiz xəritə əlində Avropa ölkələrini gəzib bir-bir izah eləmək istəyirdi ki, Böyük Britaniyadan başladı. Qarabağ, bu heç sərhəddə deyil. Yəni onlar çox yaxşı bilirlər, amma bu əyani şəkildə biz o ağır günləri keçmişik. Siz indi misal çəkdiniz Fransadan, həqiqətən də o ağır günlərdə Fransa güya dostumuzdur. Bizi elə o cür aparırdı, amma zaman gəldi və hər şeylər, şifrələr açıldı. Və bugün indi maraqlı xəbərlər də gəlir. Azərbaycan prezidentinin Türkiyə işgüzar səfəri başlayıb. Xarici İşlər Nazirimiz də orada iştirak edir. Çox güman ki, bu Antalyada baş verən böyük bir tədbirlə bağlıdır. Və bir maraqlı xəbər də var. Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilibdir. Bu barədə report məlumat yayıbdır. Çox maraqlı bir məlumatdır. Hər halda xəbər və Suriyada münaqişəsizlik mexanizminin ilk texniki görüşü olubdur. Yəni bu çox maraqlı bir məsələdir. Mənə gəlir ki, dünənki sözlərdən sonra bunun artıq mətbuata çıxması da yəqin ki, bu böyük bir prosesin tərkib hissəsi. Çünki prezident dönə-dönə qeyd edir ki, biz bunu reklam eləmirdik, biz bunu heç yerdə bəyan eləmirdik. Amma Rizvan müəllim, diplomatik qaydalar var, diplomatik dillər var və sözün əsl mənasında Almaniya prezidentinin, mən istəyirəm oradan başlayaq, çünki bu önəmli məsələdir. Almaniya prezidentinin o səfər ərəfəsində baş verənlər və Azərbaycanın qətiyyətli mövqeyi. Və dünən məlum oldu ki, hətta səfir deyibmiş ki, üzr istəməyəcəyik, pozuruq, elə belə indi sizə deyərik. Amma Azərbaycan təkid edib, yox, yazılı. Bu ümumiyyətlə belə şeylər olub tarixdə. Səfər öncəsi skandala yol açan və yol verilməz bir formada bir təxribatla üzləşdik. Bəli. Ölkəyə səfər eləyən Avropa İttifaqının dünyanın aparıcı dövlətlərdən birinin dövlət başçısıdır, federal prezidenti və həmin ərəfədə Azərbaycana qarşı bu təxribat əməli və bunun texniki səhv kimi qələmə verilməsi. Məsələnin mahiyyətini, texniki səhv olub-olmasını bizim qəbul edib etməməyimiz yox. Xarici İşlər Nazirliyində keçirilən görüşdə səfirin deməyi ki, mən bu məsələni qarşı tərəf, yəni öz tərəfimizə qaldıraram, yox, biz üzr istəməyəcəyik. Və bundan sonra Azərbaycanın qoyduğu prinsipal mövqe. Bu, Azərbaycan liderinin Azərbaycanın milli maraqlarla bağlı indiyə qədər göstərdiyi prinsipiallığın bu məkanda da ortaya qoyulması idi. Və sonradan üzr istənilən o ifadə məktubunda, o gördüyünüz ki, məktub olduğu kimi prezident ofisinin blankında imzalı dərc olunub. Bu nadir hallarda olur və Almaniyanın aparıcı qəzetlərindən biri Berlin saytında onu olduğu kimi dərc eləmişdi. Mən o orijinal məqaləyə də baxdım və şərh vermişdilər ki, yəni Almaniya özü bir müəyyən mənada bir diplomatik nakata düşmüşdür. Mən demirəm ki, bu məhz federal prezidentin və yaxud da digərlərinin dəstəyi, razılıqla olmuşdur. Mən bu barədə spekulyasiya eləmək istəmirəm, çünki federal prezident haqqında ölkə prezidentə müsbət fikirlər bildirdi. Onların 2007-ci ildən arasında siyasi dialoq var. Hələ Xarici İşlər Naziri olduğunu dövrdən və davamlı olaraq hələ Xarici İşlər Naziri olaraq biz səfirlikdə işlədiyimiz dövrdə onun ofisi zəng vururdu, cənab prezidentlə davamlı dialoq olurdu, regional məsələlərlə bağlı məsləhətləşmələr olurdu. Cənab prezidentin fikrini eşidirdilər və həmin məktubda 4 mühüm məqam yer almışdı. Birincisi, Almaniya tərəfinin məyusluğu ifadə edilməsi. Çünki hər ifadənin diplomatik dildə bir çəkisi var, izahı var. İkincisi, orada üzrxahlıq yox, səmimi üzrxahlıq. Bəli. Üçüncü və Azərbaycanın ərazi bütövlüyünə münasibətdə
Almaniyanın məlum mövqeyi, o məlum mövqeyin arxasında biz Sahib müəllimlə həmin olduğumuz verilişdə mən o sənədləri sadalamışdım. Deyək ki, 95-ci ildə dövlətlərarası münasibətlər haqqında sənəd, 2009-cu il Bundestagın rezolyusiyası və digər sənədlər. Yəni həmin sənədlər qüvvədədir və ondan çıxış edərək bizim mövqedə dəyişiklik yox idi. Və eyni zamanda dördüncü mühüm bir məqam, federal prezident Azərbaycana səfər eləyir tərəfdaşlığın, münasibətlər yox, tərəfdaşlığın inkişafı məqsədi ilə. Yəni bu məktub, yəni nəzərə alsaq qarşı tərəfdə Almaniya Federativ Respublikası çox adekvat cavab vermişdi. Yəni birinci addım təxribat idisə, ikinci addım həqiqətən hörmətlə qarşılanacaq bir addım idi ki, qarşı tərəf Azərbaycan prezidentinin prinsipal mövqeyi qarşısında bu addımları atır və Hikmət Hacıyevə imzalayan şəxsi Hikmət müəllimin qarşı tərəfdən olan necə də kontrpartı deyil idi. Prezident ofisinin rəhbəri idi. Bu Steinmeierdən sonra həmin ofis ikinci şəxsdir. O xanım doktor, yəni kifayət qədər nüfuz sahibidir və o məktubu anlamışdır. Yəni administrasiyanın rəhbəridir. Administrasiyanın rəhbəridir, bəli. İndi mən məsələnin başqa tərəfinə. Gəlin Bakıda keçirilən tədbirə biz həm də qarşı tərəfin, tərəflərin gözü ilə baxaq. Deməli, son 3-4 həftədə Azərbaycanda 3 mühüm tədbir olur. Birincisi ictimai diplomatiya sahəsində Nizami Gəncəvi forumu tərəfindən təşkil olunur və burada dövlət və hökumət başçıları həm indikilər, həm keçmişlər yer alırlar. İndiki elm diplomatiyası sayəsində dəvət olunur aparıcı think tanklərin, düşüncə fabriklərinin əməkdaşları, onlar eyni zamanda mətbuatda çıxış edirlər, multiplikator effektidir, müsahibələr verirlər, kitablar yazırlar və həmin arada da Cənubi Qaz Dəhlizi ilə bağlı məşvərət şurası olur və burada sahəvi nazirlik və yaxud da aidiyyatı qurumlar çıxış edirlər. Bunlar nəyə görə Bakıya gəlirlər? Həm elm xadimləri, həm siyasi liderləri, həm də deyək ki, aparıcı bankların, şirkətlərin rəhbərləri bugün Cənubi Qafqazda və onun sərhədlərindən kənarda yeni geosiyasi reallığı yaratmış şəxsiyyətlə, liderlə birbaşa kontakta girmək arzusu, istəyi. Yəni, bu vəziyyət, bu yeni geosiyasi reallıq yaranıb, onun müəllifi var. Və onun baxışlarından elm adamlarının tanışlığının başqa bir çəkisi var. Çünki elm adamı birinci Məhəmmədən sitat vermək istəyir. Ki, müsahibə aldım, sual verdim və bunun elmdə çəkisi başqadır. Çünki onlar üçün empirik bir məsələ də ortaya qoyulmuş. Xankəndiyə səfər oldu, dağıntıları gözündən gördülər, eyni zamanda Azərbaycanın aparıcı quruculuq işlərini gördülər. Yəni, Azərbaycan liderinin deyək ki, işğala qədərki olan fəaliyyəti ilə onlar teoretik tanış idisə, hazırki şəraitdə onunla birbaşa, yəni həmin o empirik məsələlər, həm də birbaşa canlı dialoq əsasında onun şahidi oldular. Və bir neçə məsələ ilə bağlı həmkarlarım vurğuladılar da ayrı-ayrı məsələlərlə bağlı. Mən məsəl üçün Türk dövlətlərinə bağlı istiqaməti qeyd etmək istəyirəm. Yəni Azərbaycan Respublikasının prezidenti Türk dövlətlərinin, həm Türk dövlətləri təşkilatına bir dövlət olaraq, həm bu təşkilat çərçivəsində, həm də ayrı-ayrı öz dövlətlərlə strateji tərəfdaşlıq səviyyəsində münasibətləri qurur. Deyək ki, şimal və cənub qonşumuzla münasibətlər başqa aspektdə qurulur. Məsələnin mahiyyətində bilirsiniz nə dayanır? Həmin tədbirin adında olan məsələ yeni dünya düzəminin formalaşmasına Azərbaycan öz strategiyasına gedir. Azərbaycan oturub gözləmir ki, ona münasibətdə hansı senari yazılsın. Azərbaycan malik olduğu iki mühüm resursla həmin geosiyasi reallıqların hazırda, yəni geosiyasi düzənin formalaşmasına öz töhfəsini verir. Biri, malik olduğumuz geosiyasi, coğrafi vəziyyət və ondan irəli gələn geostrateji üstünlük. Bundan həm iki tərəfli münasibətdə istifadə edirik, həm də deyək ki, ABŞ-ın digərlərinin regional münasibətdə. İkincisi, iqtisadi resurslar məsələsi. Daşkənddə baş tutan tədbirdə Avropa yəni İttifaqının rəhbərinin o dediyi ifadə Ermənistanla bağlı narahatlığa prezident çox maraqlı bir cavab verdi. Dedi, Ermənistanın ümumiyyətlə bu dəhlizdə heç bir rolu yoxdur, bunlar niyə belə narahatdılar? Və bir daha da qeyd elədi ki, ayrı seçkilik, Cənubi Qafqazın ümumiyyətlə münasibətdə ayrı seçkilik. Bu ayrı seçkilik dedikdə konkret təkcə iqtisadi məsələlərdir. Xeyr, Eçmət, çox belə yerində vurguladınız bu məqamı. Çünki Azərbaycana qarşı ayrıcı xətləri biz bir neçə aspektdən görmüşük. Yəni, Cənubi Qafqazı siyasi cəhətdən, iqtisadi cəhətdən parçalayan Ermənistan olub. Bir dənə vahid coğrafi məkan olaraq qalmışdır. Çünki bu da coğrafi məkanda bunu parçalamaq imkanı yoxdur. Amma bununla belə, deyək ki, Ermənistan işğalçılıq siyasəti həyata keçirir. Sovet dövründə var idi, bu iqtisadi birlik var idi, digərləri var idi və s. Ermənistan işğal nəticəsində bunların hamısını məhv eləyib. Amma Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, hansı ki regionu tanıyır, 2022-ci ildə o ağır vəziyyətdə Bakıya gəlib, Avropa İttifaqının enerji təhlükəsizliyi, hansı ki milli təhlükəsizliyin vacib komponentidir, qapımızı döyüb, dəstək alıb, o dəstək alıb. İndi verdiyi bəyanata baxın ki, orta dəhliz Ermənistan, Türkiyə, Ermənistan, Azərbaycan sərhədinin açılmasından sonra işləyəcək. Hansı ki, orta dəhlizi Azərbaycan öz infrastrukturuna yaradıb. Mühüm segment Azərbaycan və onun yaratdığı infrastrukturdur. Yəni, xəritə görməməzlikdən gəlir. Və burada Gürcüstan. Və Gürcüstan yoxdur heç. Gürcüstan yoxdur. Halbuki əsas, yəni həlqa odur da faktik olaraq.
Bu nədir? Bu nə münasibət? Ursula von der Leyen, o da Alman mənşəlidir, Bilirəm. bir siyasətçidir. Verilən sual ondan ibarət deyil. Siz Orta Asiya ilə münasibətləri intensivləşdirirsiniz. Bu malların mübadiləsi hansı coğrafiya məkanından daşınacaq? Harda? Rusiya üzərindən, yoxsa cənubdan? Yəni yeganə koridor Brzezinskinin vaxtı ilə o böyük şahmat lövhəsində yazdığı kimi Azərbaycandır. Bunu tək biz yox, bunu dünyanın siyasi nəhəngləri görürlər. Bunu Bəs o niyə görmür? O görür, sadəcə olaraq etiraf eləmək cəsarəti yoxdur. Bəlkə Braziliyada o hasardan hoppananda gözünə nəsə olubdur, xəritəni yaxşı görmür. Yəni bu doğrudan siyasi korluqdur, yoxsa qəsdən nə isə mesajıdır? Bu bilərəkdən verilmiş mesajdır. Nə mesaj verdi? Bilirsiniz nətər? Ermənistana münasibətdə o simpatiyanı daha başqa bir məkanda gündəmə gətirməkdir. Ay sahib mən, bu Ermənistanı niyə sevirlər belə? Azay müəllim, siz orada Avropada, üzr istəyirəm sahib mənim, Avropada müxtəlif o tədbirlərdə çox olmusunuz. Bu sevginin kökündə nə durur? Dindimi, yoxsa öz layihələridir? Gəlin hər şey açıq deyək də. Çünki prezident də belə bir söz işlətdi ki, Qarabağı yenidən işğal etmək istəyən Ermənistan var, siyasətçiləri var və Azərbaycan onları cəzalandıracaq. Burada sevgidən məncə söhbət getmir. Aha. Burada söhbət ondan gedir ki, ümumiyyətlə biz Ermənistanla Avropanın, Qərbi münasibətlərini, hətta Rusiyanın, İranın münasibətlərinə baxanda biz ilk növbədə Ermənistan kimi qondarma bir dövlətin yaranış səbəblərinə baxmalıyıq. Yəni Ermənistan, bilirsiniz ki, bu coğrafiyada Ermənistan adlı bu qondarma dövlət onu görə yaradıldı ki, birinci Türk dünyasının arasında olan quru xətt, əlaqanın postunda. İkinci, bu bir maşa kimi gələcəkdə ətraf ölkələr üçün istifadə olunsun, bir plazdarm kimi istifadə olunsun. Üçüncü, lazım olanda Ermənistanın müəyyən o çağırışlarına, yəni bunların genosid, yəni soyqırım falan kimi o bəhanə çağırışlarına istifadə edərək təzyiq mexanizmi istifadə edilsin. Mənə belə gəlir ki, sizin dediyiniz o Avropada xanım deməli Van der Leyen verdiyi, Ursula Van der Leyen verdiyi bəyanat da məhz bundan qaynaqlar. Məsələn, nə dedi o? Dedi ki, cənab prezident çox yaxşı şərh etdi. Dedi, biz burada orta deməli koridor deyirik, orta dəhliz deyirik. Faktiki olaraq Azərbaycan bu orta dəhlizi artıq qurubdur, infrastruktur demək olar ki, artıq mövcuddur və bizə milyardlarla vəsait xərclənmiş. Hətta Gürcüstanla olan o dəmir yol xəttinin demək maliyyələşdirilməsi üçün 1 milyarda yaxın biz vəsait ayırmışıq. İndi bu vəsaiti biz başqa ölkələrdə də ayırırıq. Bütün bunlara baxmayaraq qlobal qapı adlandırdı. Yəni bu gün Ermənistanla deməli Türkiyənin sərhədinin açılması, Azərbaycanla Ermənistanın sərhədinin açılmasını qlobal qapı, Avropanın qlobal qapısı kimi dəyərləndirdi və burada da iki məqsəd vardı. Birinci, Gürcüstanı tamamilə yəni gözadə etmək, bir daha Avropa İttifaqının Gürcüstanla münasibətini bildirmək ki, artıq Gürcüstan onlar üçün mövcud deyil. İkinci, bununla da hal-hazırda Azərbaycanın gündəmində olan Zəngəzur dəhlizinin açılması ilə bağlı olan ki, məsələ var. Artıq reallıqdır, bu gec-tez açılacaqdır. Həmin məsələdə Avropa İttifaqının sanki söz sahibi olduğunu, müəyyən mənada tövsiyə verə biləcək, yaxud da direktə verə biləcək güclü olduğunu çox belə qeyri-peşəkarcasına, mən deyərdim bəlkə də hər hansı bir siyasi perspektivi olmayan bir formada onu çatdırmağa çalışdı. Amma bu məsələdə cənab prezident verdiyi cavab da bu məsələnin üstünü bir dəfə xərc etdik. Siz birinci bizim daxili işimizə nə qarşısınız? Biz ümumiyyətlə bilirsiniz, burada bir çox faktlar gətirə bilər. Yəni ən önəmli diplomatiyada baş verən yeniliklərdən biri də buydu ki, bax indi onu mən gətirirəm sizin sualınızın bir hissəsinə ki, məhz cənab prezidentin iradəsi ilə Ermənistan-Azərbaycan normallaşması prosesi çox tərəfli formatlardan, müxtəlif vasitəçilərin manipulyasiyası çıxardılaraq birbaşa iki tərəfli dialoq müstəvisinə gətirdi. Bu belə hal hələ olmayıb dünya müstəvisi. Baxın, Ukrayna ilə bağlı bütün dünya bu saatı başlayır tərəfdaşlıq, mediatorluq eləməyə, nə bilim, təkliflər verməyə, İsrail Fələstin savaşında eyni şəkildə. Amma yenə də unikallıq, yenə də bir ilkin dediyimiz ilklərə yenə də cənab İlham Əliyev imza atdı ki, bu danışıqlar, sülh prosesinin bütün, baxın ki, kimin əlindən aldı? Rusiyanın, Amerikanın, Fransanın, Avropa İttifaqının, İranın, hamısının əlindən aldı bütün bu faktorlar. Və məcbur etdi Ermənistanı, Paşinyanı ki, sən uduzmuşsan, kapituliyasiya uğramısan, sən mənim dediyimi etməlisən. Və keçən, yəni, müsahibələrin bir zəfərim yanvar ayında cənab prezidentin verdiyi bir müsahibə də var idi ki, sual verildi ki, bu danışıqlarda bu diyaloq hansı müstəvidə həyata keçirir və dialoqun nəticəsində əldə olunan sülh danışıqlarının yəni nəticəsi nədir ibarətdir? Nə dedi prezidentin? Bu dialoq deyil, bu monoloqdur. Bu birbaşa Azərbaycan diktəsi ilə olan bir şeydir. İndi xaricdə bu nədir olur? İndi siz qeyd etdiniz ki, biz bu həmkarlarımızla tez-tez təmasda oluruq. Və mən sizə deyim, açıq bir söz deyim, mən də Kopenhagendən dünən qayıtdım, orada ATƏT-banın büro icrası var idi.
Azərbaycan indi ermənilər bunu satmaq istəyirlər ki, 17 bəndi biz imzaladıq, daha doğrusu razılaşdı imzalanma falan. Təbii ki, bu Azərbaycanın diktəsində olan Azərbaycan şərtləri əsasında qəbul olunan bir sənəd idi. Amma orada iki məsələni biz yenə qaldırdı. Cənab prezident dünən də qeyd etdi. Konstitusiya dəyişilməlidir. Necə ola bilər ki, bir ölkə digər ölkənin əlaqələrini normallaşdırmaq istəyir, amma onun konstitusiyasında, qanunvericiliyində həmin ölkəyə qarşı ərazi iddiası var. Bir də Minsk qrupu, ATƏT Minsk qrupu niyə saxlanılmalıdır? Pensionerlər Minsk qrupu niyə yaranmışdır? Ona görə ki, bu münaqişənin həlli ilə bağlı müəyyən işlər göstərir. Amma onu da faktik olaraq hara getdi, çıxartdı. Biz bilirik ki, məqsəd münaqişənin həlli yox, məhz Ermənistanın işğal etdiyi ərazidə legitimləşdirmək, Azərbaycanı barışdırmaq ki, baxın, məğlubiyyətlə barışın. İndi siz baxın, inkişafa baxın. Dünən orada müzakirə edən zaman təsəvvür büro üzvləri, hətta ATƏT-in prezidenti belə Azərbaycan haqlı olduğunu ilk dəfə diqqətə çatdırdı ki, Minsk qrupu ləğv olunmalıdır. Qarşı tərəf qeyd edir ki, yox, siz əgər hazırsınızsa, deməli, sülhə hazırsınızsa, biz hazırıq, mətn hazır, gəlin imzalayaq. Axı sən bunu necə imzalaya bilərsən? Bizə sənəd, kağız parçası lazım deyil, bizə real sülh müqaviləsi lazımdır. Əsas qanuna ziddir. Bu, sən deyirsən də biz Konstitusiya Məhkəməsinin qərarı var, erməni tərəfdəki qərarı var, nə bilim, bizsə etçəyimiz, hər hansı bir ərazi iddiamız yoxdur, orada da yazmışıq. Dedim, sən həmin Paşinyan bölsən, Çexiyada, Praqada 2022-ci ilin oktyabrında qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyünü biz müdafiə edirik, qəbul edirik. Ondan 9 ay 10 ay keçəndən sonra sentyabrın 2-sində 2023-cü ildə qondarma rejimə təbrik məktubu göndərdi. Sən həmin Paşinyan deyirmisən ki, 2019-da durub deyirdin ki, biz bütün danışıqları dayandırdıq, Qarabağ Ermənistanda və nöqtə. Yəni, heç bir onların bugün legitim əsası yoxdur ki, Azərbaycan nə desə ittiham etsin. Və ona görə Azərbaycan belə bir reallığı yaradıbdır, şərait yaradıbdır. Azəməm, hüquqda elə birinci kursda oxuyana birinci öyrətdikləri budur ki, heç bir beynəlxalq öhdəlik, müqavilə ölkənin konstitusiyasına üstün ola bilməz. Birinci kursda keçilir. Yəni bunu bizə məncə da bilməyən yoxdur. İndi baxın, bayaq ki, misal, cənab prezident siz ona qeyd etdiniz. Qeyd etdi ki, o revanşist qruplar iki hissəyə bölünür. Biri aktiv millətçilər, bu Daşnaksun, Robert Koçaryan kimi çördökürtlər. Bir də hökumətin özünün pasiv revanşist fəaliyyəti. Həmin o konsolidasiya olunmuş fəaliyyət buydu. Bu həqiqətən də belədir. Mən sizə həmin bir söz deyim. Biz indi uzun müddətdir də bu prosesdə izləyirik. Cənab prezident o qədər dəqiq bilir bu prosesi. O qədər, bunun incəliklərinə qədər, prinsipal olaraq, güzəşsiz olaraq bunları deyir ki, bəzən insanları təsiratda düşə bilirdi. Paşinyan belə bəyanat verdi. Bu nə bilim doğrudan söz deyir. Siz fikir, bunu ictimaiyyətimiz bilməlidir. Bəzən onun nə bilim demokratik seçilmiş qrup kimi təqdim edilər, nə edirlər. Bundan heç birinin münaqişə aidiyyəti yoxdur. Ümumiyyətlə, Paşinyan rejimi bugün demokrat rejim də deyil. Onun bugün Ermənistanın törətdiyi o hadisələri, demokratiyanın yaxud da insan haqlarının, yaxud da qanunun ayının pozduğundan kifayət qədər faktlar var. Amma buna baxmayaraq, cənab prezident bugün həm Ermənistandakı olan siyasi establishmentin, həm revanşist qrupların hansı istiqamət kökləndiyi çox açıq şəkildə qeyd etdi. Bir daha dünya ictimaiyyətində, eyni zamanda Azərbaycanda olan bəzi qrupları məlumatlandırdı və xəbərdarlıq etdi ki, bu belə deyil, biz bunu unutmamalıyıq. Ona görə də, bax, burada artıq o liderin uzaq görənliyi, bunun o siyasi fəhmi, hadisələrə dəqiq qiymət verməyi və bundan sonraki prosesləri necə proqnozlaşdırması çox önəmlidir. Ona görə siz suallara fikir verirsiniz. Suallar hamısında öyrənmə xarakteri var idi. Həm də bir məsələ var, Azəmə. Mənim də bir daha buna əmin oldum. Bax, bu dəfə də əmin oldum. Ümumiyyətlə, Böyük Ermənistan xəstəliyindən sağalmış erməni yalnız həyatda olmayan ermənidir. Həyatda olan ermənilərin hamısının içində o var. Bu və ya digər şəkildə də ifadə olunur. Və Paşinyanın da reklam naminə o sülh çağırışları eləməsi, özünü demokrat göstərməsi, güya sülh göyərçinidir. Amma əslində bir məqam olarsa, niyə onda silahlanır? Niyə öldürücü silahları ilə həvəslə alır? Bütün bunlar yəni bizim unutmamalı olduğumuz məsələdir. Gəlin elə demir də, siyasətçilər deyək, erməni siyasətçilərini deyə bilərik, amma məncə ermənilərin içərisində reallığı dərk biz dünən Baku TV-nin Qərb Azərbaycan departamentində biz həm siyasətçilərin Ermənistanda olan, bax bu günlərdə çıxışlarını və küçədə aparılan sorğularını verdik.
Siz təsvir edin ki, orada sağlam adam yoxdur. Mən küçə sorğusuna məsələn fikir vermişəm. Bir nəfər onların içərisindən deyir ki, əgər cənab İlham Əliyevlə Ərdoğan gəlsə, bu Ermənistanda bizim vəziyyətimiz düzələ bilər. Özü tam səmimi deyir ki, onlar çox yaxşı insanlardılar və bizə yiyə çıxa biləcək adamlar olardılar. Məsələlər də. Mən sizə bir söz demişəm. Siz onlara çox inanırsınız. Mən indi ola bilsin onların içərisində o belə düşünənlər ola bilər. Yəni tam istisna etmirəm. Amma mən sizə bir söz deyim. İndi biz özümüz, mən özüm indi Ermənistanda olmuşam, 17 orada yaşamışam. Ondan Paşinyanın komandasında olan Beynəlxalq Komitənin sədri və Tərəflər nümayəndəliyi rəhbəri indi orada bizdə büro üzvüdür. Onun verdiyi siz dəyişikliklərə baxsanız, indi orada biz büro icrası qapalı detallara getməsəm də, görəsiniz bu adam Daşnaqın ən böyüyüdür. Bu adam üzr istəyirəm, sülh danışıqlarından nəticə çıxartmıyor. Bu adamın sülh dediyi hamısı saxtadır. Bu sülhü deyilənləri yaradan Azərbaycan dövləti də onun dəmir yumruğudur. İnanın. Bu o qədər ki, ona görə də mən cənab prezidentin xəbərdarlığını tamamilə haqlı və dəqiq hesab edirəm ki, biz bu şeyi unutmamalıyıq. Onların başımıza açdığı bu oyunları unutmamalıyıq. Bəzən bizdə elə olur. Məsələn, mənim prinsipal mövqeyi olduğunu bilirəm. Yəni, bilirəm. Şübhəm yoxdur ona hamısı. Sadəcə olaraq bir şey də var ki, İnsanpərvərlik göstərmək istəyir növbəti dəfə. Mən fikirləşirəm ki, biz onlara, onlar bizə yanaşan kimi yanaşmalı deyil. Biz, yox, əlbəttə o, biz təbii ki, biz sülh qapısını açdıq. Biz ilk dəfə bunu təklifi biz verdik. Biz əlbəttə istəyirik ki, regionda sülh və əmin-amanlıq olsun. Əlbəttə ki, məhz Qafqaz evinin müəllifidir Azərbaycan. Hələ ulu öndər idi o vaxtda, 94-cü ildə. Sonra cənab prezident bu antiterror əməliyyatı zamanı bunu bir daha səsləndir. Biz bunu istəyirik, çünki bizim bu qəlbimizdə, bizim bir bütövlükdə o xoşgörü niyyətimizdə bu var. Amma və lakin biz unutmamalıyıq ki, qarşı tərəfdə olan məxluqun elə bir anlayış var ki, istənilən fürsətdən münasib şəraiti istifadə edib arxadan bıçaq vurmağa hazırdır. Yox, elə reallıqdır. Amma mən bütövlükdə xalq və dövlət haqqında bunu ümumiyyətlə demək istəyirəm. Amma bütövlükdə bizim keçmişimiz və təcrübəmiz də var ki, bundan bu belə. Ona görə də Azərbaycan güclü olmalıdır, daha da güclü olmalıdır. Ona görə də cənab prezident qeyd etdi ki, bəli, biz bugün hərbi sənayemizi genişləndiririk. Biz Çinlə artıq əməkdaşlığa başlayırıq. Biz İsraillə əməkdaşlıq gücləndiririk, Türkiyə ilə. Və niyə görə? Çünki hazır olmalıyıq. Sabah nə olacaq? Onu heç kim deyə bilməz. Ermənistan güclənəndən sonra, Ermənistan öldürücü silahların sayını artırandan sonra, müəyyən geosiyasi vəziyyət dəyişəndən sonra, baxın, Trump hakimiyyət gələndən sonra Ermənistan tamamilə çökdü. Başqa şey gözləyiblər. Amma 5 gün əvvəl getdi, o Blinkendən yaramazdan getdi, strateji əməkdaşlıq haqqında müqavilə sənəd imzaladı. Ona görə də hazır olmalıyıq, istənilən halda bu istiqamətdə öz ayaq sahibliyimizi itirməməliyik. Buyurun. Rasim müəllim, Azərbaycan prezidenti belə bir söz də işlətdi. Yəni Ermənistanla dərhal dost olacağımızı təsəvvür eləyə bilmirik. Siz ümumiyyətlə təsəvvür eləyirsinizmi? Azərbaycan cəmiyyəti təsəvvür eləyirmi? Və bu necə mümkün ola bilər? Yox, düşünürəm ki, o etimad yoxdur və o etimadı bir sənədin imzalamağı ilə yaratmaq qeyri-mümkündür. Biz azı bu son münaqişəni 35 il o münaqişəyə girib və o münaqişə içərisində yaşamışıq. İndi bu münaqişədən çıxmaq, münasibətləri normallaşmaq, sonra etimad yaratmaq azı mənim düşüncəmə görə bir 15-20 il aparacaq. Ona görə ki, yeni nəsil formalaşmalıdır. Biz bugün deyirik ki, bəli, bu ermənilərin beyni zəhərlənib. Ancaq o reallıqlar ki, dəyişdiyi halda onların əslində indi hamısı da olmasa bir qismi o reallıqlarla öz düşüncələri, baxışlarını da dəyişdirməli olacaqlar. Və bəli, o addım-addım, yəni biz irəli gedərək fərz edirəm ki, onda bəlkə o etimad da yaransın və biz normal münasibətləri qurmaq imkanında olaq. Ancaq bu proses xeyli vaxt aparacaq, təbii. Bəs onda Sahib müəllim, siz niyə deyirsiniz başqa cür yanaşaq? Onlar bizə yanaşdığı kimi yanaşmayaq, humanistlik göstərək. Siz doğrudan inanırsınız ki, onlar belə tez dəyişəcək? Bilirsiniz, bütövlükdə söhbət bir xalqdan gedir və mən ümumiyyətlə hər hansı bir xalq haqqında fərqi yoxdur. Onlar ola bilər bizə düşməncəsinə yanaşsınlar və s. və l-axır. İstəmirəm ki, və fikirləşirəm ki, hər bir xalqın içərisində hər halda reallığı düzgün qiymətləndirən və Azərbaycanla düşmənçiliyin onlara yaxşı nəsə vəd etmədiyini dərk edənlər
yox deyirlər və biz zaman-zaman görürük ki, doğrudan da belələri var. Amma Sadəcə bir dənə onların ya yazıçısının, ya siyasətçisinin, ya nə bilim rəssamının, ya belə ən humanist işlə məşğul olan adamın millətçi olmadığını və yaxud da Azərbaycanla barışıq və yaxud da Türkiyə ilə barışıq istədiyi ilə bağlı çıxışını nümunə göstərə Əslində bilərsiniz. millətçi olmaq pis məsələ Georgi deyil. Payan var, rəhmətə Hə, o rejissor. O da yan var. Yəni deyə bilmərəm ki, yoxdur. Ancaq təəssüf olsun ki, o insanların mövqeyi Ermənistanın ictimai rəyin əks etmir. Əksəriyyət tamamilə onları Bir nəfər, iki nəfər çox. mən yəni erməni ədəbiyyatını bildiyim üçün Sahib müəllim kifayət qədər oturub bu məsələni bir-birinci eləyərək ki, ən belə humanist görünən Yığışet Çarens belə qatı erməni pərəst. Erməni pərəst yox, bizə qarşı nifrəti var idi. Millətçi olmaq pis şey deyil, nasist olmaq pisdir. Bax, nasizmdir bu. Faşist olmaq pisdir. Yəni məsələ burasındadır ki, orada təbii ki, uzun illər belə bir xəstə cəmiyyət bəslənib və bu ilk növbədə çox təəssüf ki, qarşıdakı toplumun arasındakı o aşağılıq kompleksinin, o kiçiklik kompleksinin yüksək olmasından irəli gəlir. Uzun zaman bunların ümumiyyətlə dövlətçilik ənənəsi olmayan söhbət bir toplumdan gedir. Onda xalq kimi yanaşmayaq, da toplum kimi yanaşaq. Ona görə biz mənə elə gəlir ki, bir sıra hallarda böyük dövlətlərə və böyük millətə xas hərəkət etməliyik və bir sıra məsələləri belə deyək, nəzərə almalıyıq. O cür çıxış etməliyik. Amma mənə elə gəlir ki, məhz o ilk növbədə biz cənab prezidentin orada üzərində xüsusilə dayandığı bir reallıqdan çıxış etməliyik. Və yeri gəlmişkən, o dünənki görüşdə mənim diqqətimi ən çox çəkən o idi. Elə belə demirdim ki, cənab prezidentlə bağlı həm də bu təəssübkeşlik məsələsində. Mən bunu bütün məsuliyyəti ilə deyirəm. Cənab prezident qədər Türk birliyi məsələsində son dərəcə qətiyyətli və təəssübkeş, eyni zamanda da təşəbbüskar mövqe ortaya qoyan ikinci bir lider tanımıram. Və görün hansı vaxtı Şimali Kiprlə bağlı növbətidir. Hansı vaxtı bizim Asiya ölkələrindən, qardaş Türk dövlətlərindən narahat olduğumuz məqamda Quzey Kıbrıza növbəti böyük bir dəstək. Bəli, o çox açıq bir dəstək idi. Özdə siz fikir verdiniz, nə deyirdi? Deyirdik, bəziləri bununla bağlı ona görə mövqe ortaya qoymurlar ki, bunun mənfi tərəflərini Baş ağrısı baş ağrı görə bilərlər. Bəli. Sadəcə təkcə baş ağrısı yox. Başqa mənfi tərəflərini də hiss edə bilərlər ona görə. Amma mən hətta bu məsələyə də demirəm. TDT-nin gələcəyi ilə bağlı cənab prezidentin dedikləri ki, artıq bizim üçün bir fürsət yaranıb. Biz bu fürsəti zamanında dəqiq qiymətləndirməliyik və ləngiməli deyilik. Hazırda tarixin elə bir mərhələsindəyik ki, bu TDT, yəni Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzlərinə birinə çevrilə bilər. Mütləq. Və mən ümidvar olmaq istərdim ki, bizim digər qardaş dövlətlərin liderləri də cənab prezidentin bu dediyi fikirləri real qiymətləndirəcəklər və biz bu məsələdə ləngimə görməyəcəyik. Təşəkkür edirəm Sahib müəllim. Hamınıza təşəkkür edirəm. Həqiqətən dünən çox möhtəşəm bir tədbir keçirildi və o çıxışdan elə bir nəticələr çıxdı ki, düşünürəm bir neçə verilişdə biz bunu müzakirə etməliyik. Bir verilişdə kifayətlənə bilmərik. Həm Türk dünyası ilə bağlı, həm Azərbaycanın gələcəyi ilə bağlı, dəyişən dünyada ümumiyyətlə yeni qlobal nizamda Azərbaycanın yeri ilə bağlı çox dəqiq xəritələr, konturlar verildi. Amma bir mühüm mesaj mənim üçün önəmli idi. Bu da məhz Ermənistanla bağlı deyilən məsələ və mən bayaqki fikrimin davamını gətirmək istəyirəm ki, Ermənistanda nə qədər ki o yuvalar var. Məsələn, ən humanist yazıçıları Hovannes Tumanyan, uşaq nağılları yazan, mıxitaristlərin yerləşdiyi bizə məxsus olan Qıpçaq Vəngdə məktəbə getdiyi üçün onun yazdığı millətçiliklə bağlı millətçilikdir, şovinizmlə bağlı və erməni çağırışları ilə bağlı yazılarını oxuyanda mən başa düşürəm ki, orada sağalası adam yoxdur. Və Azərbaycan prezidentinin bu məsələ ki, biz cəzalandıracaq bütün revanşistləri, bu həm də orada başqa bir fikir də söylədi. Biz buna görə silahlanırıq. Çünki onlar bir an fürsət gözləyirlər. Ya qlobal dünyada nəyinsə dəyişməyini gözləyirlər, ya da Azərbaycanda nəsə baş versin. O əvvəldə söylənilmədi ki, kimsə gətirib oturdacaqlar.
o günü gözləyirlər ki, belə bir şey olsun ki, qisas alsınlar, yenidən öz Böyük Ermənistan nağıllarını uydursunlar. Ona görə də indi Azay müəllim misal çəkdi, çomağı yerə qoymamaq. Mənə gəlir ki, o heyvanlara qarşı biraz haqsızlıq olar. Birbaşa ilə bu məsələ də kitablarımızda dəyişək və o cürdə yazaq. Başqa yolumuz yoxdur. Çünki həqiqətən bizim tariximizə, bəxtimizə çox qonşu düşüb. Görüşərik. Təşəkkürlər.